Sual verilir ki, eşq xəstəliyinə tutulmuşam, heç cür ağlımdan çıxara bilmirəm, qəlbimdə bir büt yaratmışam. Yəni, belə xəstəliyə səbəb çox var, insanın özü olur. Yəni, insan baxdığına görə, bunu düşündüyünə görə belə xəstəliyə tutulur və həmçində şeytan artıq görəndə ki, insanda belə bir şeyə meyl var və bunu daha da artırır. Və bunun üçün insan gərək köklü tövbə eləsin, Allah Teala'dan bağışlanma diləsin və həmçinin bunun aradan qalxması üçün Allah Teala'dan yardım istəsin. Və bundan sonra da səbəblərini gərək insan tutsun. Yəni, vaxtını doldurmağa çalışsın. Vaxtını faydalı şeylərlə doldurarsa, inşallah bu boş şeylərdən insan qorunacaqdır. Yəni, çox vaxtda belə məsələləri səbəb boşluqdur. İnsan tək qalması, boş olması, bunun səbəbi ilə insanın qəlbinə çox böyük problemlər üz verə bilir. Və ona görə insanın İbn Qayyim rahimehullah buyurur ki, insanın günahlardan qorunmasının səbəbi onun qəlbini fikirlərdən qorunmasına görədir. Əgər qəlbini qoruyarsa fikirlərdən, inşallah digər xəstəliklərdən də, günahlardan da insan qorunacaqdır. Və həmçinin gərək insan gözündə qorusun. Gözünü qoruyarsa, inşallah tədricən bunlar hamısı aradan qalxacaq.